turnirdə iştirak edən futbolçulara zədədən uzaq olmağı arzulayırıq. Maç başlandı. İqlab Məmmədovun fiti səsləndi. Şamaxı Qarabağı qəbul edir. Hər iki komanda bir daha vururlar və bu maçı qonaq komanda təşəbbüs ələ alır. Topu ələ keçirir və hücum qurmağa çalışır. Bu hücum qolla nəticələnə bilər. Qapıya zərbə edirilir və son anda Ricardo Fernandes ilk dəqiqədə qola çox yaxınlaşdı Qarabağ. Sindən gəlib bir qədər əvvəl epizod burada Ricardo Fernandes'in 5 nəfər cərmə meydancasında Qarabağdan tam heyətlə müdafiə olunur Şamaxı. Abdullah Zubir, Qarabağın kapitanı, qaydan topa sahib oldu. Kadi Borges daha bir hava ötürməsi. Bu dəfə də müdafiəçilər topu uzaqlaşdırdılar. Kamila Duran qapıya zərbə, Fernandes yerindədir. 42-ci dəfə Qarabağı qəbul edir. Bu oyunların 9-unda meydan sahibləri qalib gəliblər. 17 halda Qarabağ qələbəni bayram edir. Qapıya zərbə, top az fərqlə qapıdan aralı keçdi. Daha bir təhlükəli hücum Qarabağda. Burada topu itirmək olmaz. Leandro Andrade. Təhlükəli ola bilərdi bu Qarabağ üçün. Kamila Duran. Zərbə anını qaçırdı. Ayağını tutub burada ikili toqquşma var idi sanki. İqlab Məmmədovun fiti süzur. Və Şamaxının daha bir üzvü. Ricardo basilərin yaranmasına səbəb olub. Kamila Duran zərbə indirmək istəyir. İqlab Məmmədov oyunu davam etmək lazım olduğu Rüfət Abbasov autu yerinə yetirir. Kimlə oynayacağına baxır Rüfət. Apolinario Şaibu istiqamətində top göndərildi. Qapıya zərbə. Kevin Medina burada çox səliqəsiz oynadı. Şaibu bu səhvdən yaralana bilərdi. Abdullah Şaibu burada hesabı açmağa çox yaxın idi. Sına yol tapmağa çox yaxın idi. Kevin Medina'nın inamsız oyunu buna şərait yaratmışdı. Şamaxı Johnny Montiel irəliyir. Montiel qapıya baxır. Montiel qapıya zərbə. Qapı tiri. Ricardo Fernandes da burada. İqlab Məmmədov hakimin işarəsi gəldi. Qapıya zərbə və top qapıdan aralı keçdi. Topu qapıya vurmağa qərar verəcək. Belə də oldu. Mateus Silva. Leandro Andrade. Yaxşı düşünmüşdü amma Edgar Adelxanov da burada yaxşı oynadı. Şaibu irəliləmək mümkün olmur. Ötürməsi qeyri-dəqiq. Top yenidən Qarabağda. Montiel. Mateus Silva. Kadi Borges. Kadi. Cəfər Quliyev. Qapıya zərbə. Montiel əla hərəkət. Daha bir zərbə və burada Ricardo Fernandes. Topu qaytardı. Müvəffəqiyyətlə bacardı Şamaxının futbolcusu. Leandro Andrade. Montiel, Leandro Andrade. Borges, qapıya zərbə qeyri-dəqiq. Kadinin zərbəsi hazırlıqsız idi. Sadəcə dərhal. Mövqe uğrunda cərmə meydançasında gərgin mübarizə gedir. İqlab Məmmədov bildirir ki, futbolcular sakit olmalıdırlar. İşarə gəlir. Johnny Montiel, onun ötürməsi. Qapıya zərbə təhlükəli idi. Kevin Medina. İkinci cəhd. Zubir. Montiel'dən top aldı. Zubir cərmə meydancasında. Zubir ötürməsidir. Qapıya zərbə qeyri-dəqiq. Leandro Andrade çox hazırlıqsız bir zərbə idi. Daha dəqiq zərbə indirmək olardı bu vəziyyətdə. Qol lazımdır Qarabağa. Fit səsləndi. Birbaşa qapıya zərbə. Top çox az fərqlə qapıdan aralı keçdi. Qapıdan zərbə. Ricardo Fernandes. Tam heyətlə müdafiəyə oturub Şamaxı. Johnny Montiel. Montiel mərkəzə doğru irəlilədi. Montiel ötürmə, Leandro Andrade ötürmə. Toral yerdə qalıb Toral. Burada toqquşdu. Toral Bayramovun epizoduna baxırıq. Burada dirsək. Bax bu əsas rol oynaya bilər. Rüfət Abbasovun dirsəyinə fikir verin. Ötürmə gəlir. Qapı qarşısına. Qapıya zərbə və boş qapıdan topu uzaqlaşdırdılar burada.
Şamaxı komandası müdafiəçiləri daha bir cəhət top qapının üstündən keçdi. Anlaşdı Qarabağ. Və Montiel, Camilo Duran. Camilo mərkəzə doğru irəlilədi. Toral'la oynadı. Toral. Kevin Medina. Hücum davam edir. Leandro Andrade zərbə və burada Fernandes yerindədir. Johnny Montiel fit səsləndi. Ötürmə gəlir. Yaxın küncə və burada da müdafiəçilər yaxşı oynayırlar amma təhlükə sovuşmayıb. Ricardo Fernandes topu tutur. Epizoda bir daha baxaq. Daha bir təhlükəli vəziyyət Şamaxının qapısı qarşısında. Yerə dəyən top adətən qapıçılar üçün bu əlavə çətinlik yaradır, amma burada da Ricardo Fernandes keçilməz oldu. Toral Bayramov, Johnny Montiel. Təhlükəli anlar, Musa Qurbanlı zərbə, qeyri-dəqiq top qapının üstündən keçir. Cərmə meydancasına növbəti ötürmə və top meydandan çıxır. Bununla da yəqin ki, hər şey bitdi artıq bu oyunda. Qapıdan zərbə. Ricardo Fernandes bu bir xalın qazanılmasında onun da əməyi rolu həddindən artıq böyükdür. Və bu da son. Maç bitdi. İnqilab Məmmədov 90 dəqiqəni bitirdi. Qarabağ bir xalla qayıdır Şamaxıdan. Qarabağ çempionluq uğrunda yarışda artıq vəziyyətli bir qədər də çətinləşdirir. Şamaxı komandasını isə bu bir xal münasibəti ilə mənə elə gəlir ki, təbrik etmək olar. Döyüşdülər, vuruşdular. Güclü rəqibə qarşı layiqli müqavimət göstərdilər və bu bir xalı sözsüz ki, hesab edirəm ki, qazandılar.